Deməli, əgər mən deyirəmsə ki, manual screenshot var, deməli avtomatlaşdırılmış screenshot da ola bilər və yaxud da gəlin avtomatlaşdırılmış deməyək, fail olan zaman bir screenshot olunsun deyək. Utility-də yeni bir klass açacağam və adını verəcəm screenshot on failure. On failure. Burada nə etməliyəm? Bir variable yaradacağım. Private final web driver data type'ında driver və public screenshot on failure extension web driver driver. Bu olacaq mənim. Extension'a ehtiyac yoxdur, çünki biz constructor yaradırıq. Mən niyə extension verdim? Və burada deyirəm ki, this.driver bərabərdir bura gələn driver. Daha sonra boşluq silirəm. Və bir override baş verəcək. Artıq bir neçə biliklərimizi burada birləşdiririk. Yazıram burada public void testim keçmədisə test failed. Ədəd argument biri olacaq extension context. İkincisi olacaq burada variable'ın adını verməliyəm. İkincisi olacaq throwable pause. İzah edəcəm nəyə görə olar. Gəlin əvvəlcə yazaq bitirək. Və bunun içində əslində burada yazdığımızın təkrarı olmalıdır. Amma təkrar yazmaq yerinə mən nə edə bilərəm? Screenshot.take screenshot çağıra bilərəm. Bunun içində mən nə verməliyəm? Driver və deyək ki, failure screenshot yazaq bunun içində. Failure screenshot. Deməli, nəyə görə burada qırmızı verir? Mən bir şey unutdum. Bu klası yarattığımızda biz bir şeyi implement etməliyik. Əgər mən manual yox, avtomatlaşdırılmış, yəni fail olanda screenshotun götürülməyini istəyirəmsə, test voucher interfeysini bura implement etməliyəm. Implement test voucher. Və override'ımda buradan artıq deməli erroru yığışdırıldı. Bir daha göz yetirək. Nəyimiz qaldı, nəyimiz yox. Screenshot on failure. Demişdim ki, mən sizə izah edəcəm bu ikisi nədir. Deməli, extension context o deməkdir ki, bu metodum nə vaxt çağırılmalıdır? Testim fail olanda. Bəs bu metod nə bilsin ki, testim fail olub, nə bilsin ki, ümumiyyətlə orada test var, hansısa bir test run olunub. Bu kontekstdən, əgər hər hansısa bir kontekst varsa, deməli, artıq bu hazır gözləyir və testim fail olanda bu metod run olmalıdır. Təbii ki, hər hansısa bir error baş versə, fail baş verəndə bizdə terminalda errorlar göstərilməlidir. Hər hansısa bir error throw olmalıdır. Amma throwable ona görə vermişik ki, bu onu açsın. Sadəcə həmin anda bizim screenshotumuz götürüləcək. Nəinki ora bir error atılacaq. Sonda bizim yenə də testimiz bitməlidir. Reportumuzda deməlidir ki, testimiz fail olunub. Bunu yazandan sonra biz gedib testimizi, deməli ki, testimiz fail olsun. Amma əslində mən bir şey də burada demək istəyirəm. Gəlin biz bir şey də override eləyək. Testimiz uğurlu bitəndə də screenshot etsin. Bunun üçün mən yenə də override etməliyəm. Çünki belə bir metod artıq var. Nəyi override edəcəm? Public void test successful. Və buradan mən yenə də screenshot .take screenshot çağıracam. İçinə driver verirəm və deyirəm ki, successfully passed. Belə bir mesaj verirəm. Yəni testim keçdi. Niyə burada qırmızı verir? Nəyi unutmuşam? Public void test. Parametrləri verməmişəm. Eyni şey burada da olmalıdır. Change signature. Bəlkə burada throwable olmamalıdır. Çünki testim uğurla keçir. Əla, qəşəng. Çünki burada testim uğurla keçirsə niyə throwable olmalıdır? Bu da oldu bizdə testimizin uğurla keçdiyi hissə. Gedək testimizə baxaq. Bu hissələri mən alıram kommentə. Bu screenshotlar bizə lazım deyil. Bunu da alıram kommentə. Və biz nə edə bilərik? Məsələn, mən burada belə bir şey yaza bilərəm. Assert.fail. Bu nə deməkdir? Mən sadəcə simulyasiya edirəm ki, sanki testim fail oldu. Selenium'a deyirəm ki, elə fikirləş ki, sən fail olmuşsan. Deməli, Ctrl-C basaraq terminalımı dayandırıram, serverimi dayandırıram və yenidən nə yazıram burada? Nvn clean test alır surf. Enter düyməsinə tıklayıram. Gəlin görək bizi hansı sürprizlər gözləyir. Testim əvvəlcə run olmalıdır. Bu da bizim sürprizlərimiz.
Ola bilərmi ki, mən burada assertions fail verdim və o mənə belə bir şey verir? Öyrənməyin bir yolu var. Onu komment alıb bir daha run edəcəm. Bəli, elədir ki, var. Reportumuz hazırlansın. Aha, reportum məndə digər pəncərədə asıldı və mən belə reportumu açıram. Unit, Heroku, unit tests və burada mən screenshot görmürəm. Gəlin edək ki, testimiz fail olsun. Amma necə fail? Bizim çağırdığımız faillə yox, belə bir faillə. Testimiz run olunsun, sonra fail. Burada false yazmalıyam. Testimizi run edək və baxaq ki, nə olur. Burada olan allure reportları bağlaya bilərik. Və o zaman burada baş verir. Deməli, biz o zaman nə edəcəyik? Verdiyimiz komandada bir dəyişiklik etmək lazımdır. Və gəlin belə edək. Serverimizi dayandırırıq. Report serverimizi dayandırırıq. Və burada yazırıq ki, sadəcə mvn test. Əvvəlcə testimiz run olunsun. Errorumuzu alırıq. Burada errorumuz əslində bizi çaşdırmasın. Error var, eyb yoxdur. Mən nə edəcəm? mvn allure .surf yazacağım ki, mənim deməli reportum hazırlansın. Və gəlin baxaq, reportumuz hazırlandı. Aha. Və həqiqətən də testimin biri fail oldu. Gəlin baxaq, nə fail oldu? Açıram, unit test fail oldu. Deyir ki, expected false but was true. Həqiqətən də mən burada true-nu dəyişib false elədim və ona görə də gözlənilən false, aktual isə true mesajı mənə gəldi. Amma mənə nə maraqlıdır? Təbii ki, screenshot, onu da görmürəm burada. Gəlin axtaraq. Bu arada screenshot problemini düzəltməzdən əvvəl bir şey göstərmək istəyirəm. Burada retries artıq mən neçənci dəfədir bunu run edirəm. Təbii ki, arada olur mən videonu pauzaya qoyuram bəzi errorların tapıb düzəltmək üçün ki, siz vaxtınızı itirməyəsiniz. Və fikir versəz retriesdə göstərir ki, mən neçə dəfə eləmişəm. Məsələn, bir dəfə belə bir şey olub, element tapa bilməyib, 2 dəfə isə fail olub. Gəlin baxaq, bunu necə düzəltməliyik. Araşdırmadan sonra belə başa düşdüm ki, bunun işə düşməməyinin səbəbi ondan ibarətdir ki, mən burada constructordan istifadə etmişəm və constructor yerinə mən sadəcə metod istifadə etməliyəm. Public static void və set driver edə bilərik. Set driver etdikdən sonra mən finalı da dəyişib statik etməliyəm. This driver yerinə mən burada yaza bilərəm ki, screenshot on failure.driver bərabərdir driver. Statik eləmişəm, ona görə də this.driver yaza bilmirəm və bu driverdən istifadə etmək üçün mənim obyekt yaratmama ehtiyac yoxdur. Bu klassın içindəyəm, ona görə də klassın adını yazıb nöqtə qoyduğum zaman bu driver gəlir. Və onu bərabər edirəm driverə. Gəlin testimizi run edək. Sözün açığı mən bunu hələ yoxlamamışam. İndi sizinlə yoxlayacağım. mvn clean test yazırıq. Testimiz işə düşsün. Pauzaya qoyuram videonu. Error aldıq. Daha sonra mvn allure surf edirik. Narahat olmayın. CI/CD tool'da biz bunları avtomatlaşdıracağıq. Bir-bir yazmayacağıq əlimizdən. Gəlin baxaq. Screenshot var. Hələ də screenshot yoxdur. Deməli, unutduğum bir şey daha var. Belə şeylər ola bilər. Screenshot on failure klassını mən burada extend eləməliyəm. Harada burada? Hansı klassımda olan testlərimin report hazırlanmasını istəyirəmsə, testimin yuxarısında, baxın bunun yuxarısında @ extend with yazmalıyam və onun içində belə bir şey yazmalıyam. Screenshot on failure.class və bu burada import olunmalıdır. Gəlin bir daha yoxlayaq. Mən videoları özüm çox vaxtı kəsmirəm. Çünki kəssəm və bir yerdə siz görsəz ki, kodda dəyişiklik var, suallar ola bilər ki, nəyə görə falan yer dəyişildi, amma videoda o yoxdur. Ona görə də mən videonu kəsmirəm və mənimlə bir yerdə errorları öyrənirsiniz, errorları görürsünüz, onları düzəltməyi öyrənirsiniz. Çünki mən əvvəlcədən bunu yoxlasaydım,
Bəzi şeylər yadımdan çıxa bilərdi ki, nəyi yükləmək lazımdır, nəyi yox. Ona görə də sanki mən də sizin kimi öyrənən tərəf olduğum üçün, yəni özümü o hissəyə qoyduğum üçün, sizlə bir yerdə olum deyə ki, mənim kompüterimdə olan errorlar, hər hansısa bir səhvliklər əminəm ki, sizdə də var və birlikdə düzəldirik. %90 əminəm ki, sizlə paralel eyni errorları görürük. 10% də ola bilər ki, müxtəlif kompüterlərdə müxtəlif əməliyyat sistemlərindən istifadə edirsiniz. Ona görə fərqli error tipləri ola bilər. Təbii ki, hər zaman yaza bilərsiniz. Biz isə burada MVN Allur surf yazırıq testlərimiz işə düşəndən sonra. Və reportumuz başqa pəncərədə asıldı. Bu o report deyil. Gəlirik bura. Heroku up. Ana bizim unit testimiz. Aha, fail olunmuş buradadır. İstifadəçi unit test. History, retrice. Yenə də görmədik. Davam edirik. Bax, nə yadımızdan çıxıb. Və burada before each-də əslində mən nə görürəm? Görəsən biz bunu belə etsək necə olur? Yazaq burada screenshot on failure.set driver və buna biz driver versək. Çünki onu da çağırmamışıq. Extend etmişik, amma çağırmamışıq. Və setup'ın içində də biz extension context yazsaq necə olur? Extension context. T böyük hərfli oldu. Context. Setup bizdən nə istəyir? Method setup and before you should declare parameter context. Yaxşı, bunu verməyək. Deməli, problem həll olundu və çox primitiv, sadə bir həlli var imiş. Mən isə təxmin olaraq yarım saat vaxtım sərf elədim ki, bu problemi axtarım tapım. Deməli, burada olan import silirəm. Artıq importlarımızı kodu zəhmət olmasa GitHub-dan pull edərsiniz. Deməli, məsələ nədir? Screenshot on failure əslində screenshotu götürürmüş. Hər dəfə biz reportu açmamıza baxmayaraq, düzdür, screenshotu orada görmürdük, amma screenshot götürülürdü. Screenshotu görməməyimizə səbəb odur ki, format səhvliyi var idi. Format səhvliyi nə deməkdir? Allur results-da screenshot fayllarımız belə idi. Baxın, JSON bütün dataların saxlanılması üçün lazım idi. Düzdür, mən reportu bağlamışam. Amma screenshotlar attachment sözü harada görürsünüzsə, baxın screenshot oydu. 3 ədəd screenshotumuz olmalıydı. Çünki 3 testimiz var idi. Baxın, bu 1, bu 2, bu isə 3-cü idi. Və problem odur ki, bu faylları mən deməli nə etdim? Open in Explorer etdim və gördüm ki, bu fayllar əslində heç şəkil formatında deyilmiş. Ona görə də Allur report bunu aça bilmirdi. Və biz bunu elə eləməliyik ki, screenshot götürüldüyü zaman bu formatda yox, PNG, JPEG və yaxud da digər formatlarda yaddaşa yazılsın. Yaxşı olardı ki, PNG olsun. Nəyə görə hal-hazırda mən burada PNG görürəm, siz də burada görürsünüz, amma öz proyektinizdə görmürsünüz. Çünki məcbur, yəni videonu pauzaya qoyub həll yolunu axtarırdım. Deməli, nə etməliyik? Ümumiyyətlə, bu targeti gəlin buradan silək ki, reportumuz təzdən yaransın. Və nə edirik? Screenshot on failure klassımızın içində 2 ədəd metod var. Biri test failed, biri də test successful. Mən nə edəcəm? Mən keçəcəm. Bunlar nə edir? Screenshot klassından take screenshot metodunu çağırır. Take screenshotda mən Allura necə əd edirəm? Sadəcə screenshotun adını edirəm və bu formatda gedir. Screenshot bytes formatında gedir. Mən bura nə əlavə etməliyim? Birinci bu faylın hansı formatda olduğunu və fikir verirsinizsə, vergül qoyub cütdürnə qasdıqdan sonra type yazılır və mən burada image/png yaza bilərəm və ardınca sonda bir ədəd daha vergül qoyub şəklin deməli formatını yazmalıyım. File extension və bu da olacaq .png. Bir daha belə göstərim. Və nə edirik? Serverimizi dayandırırıq. Terminalımızı təmizləyək. Bunu buradan təmizləyək. Yazırıq burada Maven clean test. Target folderi burada generasiya olunmalıdır reportdan bir yerdə. Testimiz run olunsun. Errorumuzu aldıq. Əla və burada yazırıq Maven Allur surf.
2.surf. Və brauzerimizdə gözləyirik ki, bizim reportumuz açılsın. Bir testimiz fail oldu. Üzərinə basırıq. Maraqlıdır. Mən reportu gördüm. Pauzadan çıxardım. Sizə göstərmək istəyirdim. Yenə screenshotu görmürəm. Gəlin bir daha edək. Maven test. Bu dəfə clean test yox, sadəcə test edəcəm. Nə verir baş burada? Testimiz run olunur. Errorumuzu alırıq. Maven alır. Surf. Unit test və screenshotumuz görsənmir. Çox maraqlıdır. Çünki mən burada görürəm bu şəkilləri. Mən burada görürəm. Open in etsəm. Deyək ki, Explorer'da olsun və şəkli sadəcə belə açsam. Mən burada bu şəkli görürəm. Baxın, bu uğurlu keçən şəkillərdir. Screenshot olunub. Amma nəyə görəsə mən fail olmuş testin screenshotunu görmürəm. Hərçənd screenshotu gördüm və videonun pauzadan çıxardım. Testi bir daha run etdim və hal-hazırda görürəm. Burada bir dəyişiklik oldu. New byte array input stream. New byte array input stream. Tamam. Hal-hazırda görürəm. Yeni report açıldı və unit testdə mən burada screenshotu görürəm. Failure screenshot harda oldu? Gəlin burada baxaq ki, biz hansı testimizdə fail etmişdik. Assertion false, checkbox, unit test. Checkbox'u etmişdik, amma bizə Amazon'u göstərir. Deməli, mənim ağlıma belə bir ideya gəldi ki, düşündüm ki, testlərimizin deməli reportlarında screenshotun olmamasının səbəbi paralel run olunması ola bilər. Çünki paralel run olanda müxtəlif threadlərdə driver yaranır. Yəni mən testimi run etdiyim zaman 3 ədəd driver yaranır və bu screenshota yalnız bir driver göndərirəm və problem burada ola bilər ki, konflikt yaranır, hansı driver. Ona görə də düzgün screenshotu görmürəm. Biz nə edə bilərik? Əvvəlcə paralel testi söndürə bilərik. Mən burada hər bir şeyi kommentə aldım və paralel testi söndürdüm. Gəlin testimizi run edək. Bu video çox uzandı. Yazı qoyacağam. Əvvəlində yəqin ki, artıq o yazını görmüsünüz. Mən testimi indi paralel yox, ardıcıl şəkildə run edirəm. Testim biraz gec bağlanır, çünki orada saniyə qoymuşam. O sən gərək silim. Və gəlin baxaq görək reportumuzda screenshot düzgün göstərilirmi? Allure, surf. Bu yox, təzə bir report açılmalıdır burada. Və heç bir aidiyyatı olmadı buna. Təxminən saat yarım və yaxud da 1 saat vaxtım getdi. Və mən bu problemi belə həll etdim. Bəlkə də siz bunun yolunu bilirsiniz. Bilirsinizsə yazmağı unutmayın. Deməli, nəyə görə biz screenshotu görmürdük? Çünki hər dəfə mən testimi run etdiyimdə, işə saldığımda bizim teardown metodumuz var. Hansı ki, sonda nə edirdi? Driver.quit edirdi. Bəzi dəyişikliklər etmişəm təbii ki, burada. Narahat olmayın, hamısını izah edəcəm. Belə idi normalda, bu da yox idi. Hər bir testimizdən sonra teardown metodu işə düşür və driverimizdə nə baş verir? Driver.quit, yəni tab bağlanır, browser bağlanır. Və bu ani anda daha doğrusu baş verdiyinə görə bizim browserimiz bağlanır və screenshot etməyə çatdırmır. Sanki bir konflikt baş verir və screenshot çatdırılmır etməyə. Ona görə də mən nə etdim? Mən bu teardown'u buradan sildim. Gəlin birlikdə sizinlə silək. Teardown bizə lazım deyil. Daha doğrusu after each metodu var idi. Hər testdən sonra olunan bir şey. Onu oradan sildim. Bəlkə gələcəkdə bizə lazım olacaq. Amma hal-hazırda lazım deyil. Daha sonra daxil oluruq screenshot.java faylına və burada dəyişiklik etməliyik. Mən sizdə hansı vəziyyətdə olduğunu göstərim. Təbii ki, bu Steam printerin də sizdə olmayacaq. Sizdə bu cür olmalıdır və burada bir dəyişiklik etməliyik. Biz bunun sonunda
driver.quit çağırmalıyıq. Və nöqtəli vergül qoyuruq. Hal-hazırda mənim testim run edirdi. Gəlin CLS edək və yenidən Maven clean test edirik. Və testimiz orada run olur. Üçüncü də bitir. Və mən görürəm ki, burada artıq şəkillər var. Daha sonra mvn alır serve edirəm. Browserimi açıq saxlayıram. Bu köhnə reportdur. Və yeni reportumun içində unit testi daxil oluram. Failure screenshot. Gördüyünüz kimi həqiqətən də checkbox olan hissəni biz fail etmişdik. Digərlərində də successfully passed yazılıb. Fikir versəz burada failure screenshot, burada successfully passed və digərində də passed olunmuş da burada budur. Amazonda isə budur. Bu qədər. Bu screenshotla bağlı. Video çox uzun oldu, amma inanıram ki, hər şey sizə aydın oldu. Əsas da bu nəyə görə screenshot alınmırdı, çünki quit ilə konflikt yaranırdı. Çox xahiş edirəm ki, GitHub-dan ən son yenilənmələri öz deməli reponuza yükləyin. Gəlin burada onu add edək. Mən git add boşluq nöqtə edirəm. Git commit report fixed və git push edirəm. Və burada səhifəni yeniləyirəm. Allure results. Əslində bunu git ignore verəcəm. Gələcəkdə bunu gərək görməyəsiniz. Ehtiyac yoxdur buna. Çünki sizin öz şəxsi rezultatlarınız olacaq, nəticələriniz və Java-nın içində, testin içində targetdə yoxdur burada. Əla. Zəhmət olmasa bu reponu kontrol etməyi unutmayın.